Sənədsiz evi olanlara şad xəbər, sənədsiz evlərə amnistiya təklif olunur. Milli Məclisin 19 iyun tarixində keçirilən iclasında Milli Məclisin deputatı Kamil Cəfərov şəhərsalma və arxitektura ilində sənədsiz evlərə amnistiyanın təklif olunmağını təklif edib. Kamil bəy qeyd edib ki, ölkəmizdə sənədsiz evlərin sayı kifayət qədərdir və həmin evlərə sənəd verilməsi, onlara amnistiya tətbiq olunması vergiyə də kifayət qədər gəlirin, pulun daxil olmağına səbəb ola bilər və evin dəyərinin müəyyən bir halını ödəməklə həmin şəxslər cüzi bir təbii ki məbləği həmin evi sənədləşdirilməsini həyata keçirə biləcəklər. Əgər bu qəbul olunarsa təbii ki Kamil müəllimin təklifi. Həmçinin Kamil müəllim qeyd edib ki, Türkiyədə də bu 2018-ci ildə həyata keçirilib və bu amnistiyadan sonra yüzlərlə ev, daha doğrusu 100 minlərlə ev sənədləşdirilib. Ölkəmizdə də bunun tətbiqi olunarsa, həm insanların evlərinin satışında, qeydiyyatında, kommunal xidmətlərində daha rahat əl çatan olacaq. Həm də ki, insanlar vergiyə də kifayət qədər dövlət büdcəsinə də vəsait daxil olacaq. Hər halda bu təklifin görək gələcəyi necə olacaq, müzakirələri necə olacaq və şəhərsalma arxitektura ili daxilində sənədsiz evi olan şəxslər sevinəcək ya yox? İzləyək prosesi.